Prezident İlham Əliyev Qazax və Ağstafaya səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib, yeni istehsal müəssisələrinin təməlini qoyub. Dövlət başçısı ictimaiyyət nümayəndələri ilə də görüşüb. Səfər Qazax rayonundan başlayıb. Milli lider Heydər Əliyevin abidəsini ziyarətdən sonra dövlət başçısı 6000 nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunu istismara verib. Uzunluğu 10 kilometr olan 4-cü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, 2 zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir. Tutumu 2000 ton olan ambar, texnika üçün park, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün istehsal sahəsi olan 1-ci Şıxlı kəndli fermer təsərrüfatı da prezidentin xeyir-duası ilə istifadəyə verilib. 170 nəfərin işlə təmin ediləcəyi təsərrüfatda mütəxəssislərin hazırlanması üçün əkinçilik tədris mərkəzi fəaliyyət göstərəcək. 110-35-6 kilovoltluq Daşsallahlı yarımstansiyasının açılışı isə Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsinə hesablanıb. Nəticə etibarilə 22 kənd, 19364 abonent dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək. Sosial təyinatlı obyektlər və istehsal müəssisələri də Daşsallahlı vasitəsilə işıqlandırılacaq. Rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponatın mühafizə olunduğu Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni 2 mərtəbəli binası isə müasir tələblərə cavab verir. Muzeydəki güşə və bölmələrdə Qazaxın qədimdən bugünədək keçdiyi inkişaf yolu, maraqlı məlumatlar və eksponatlar təqdim olunur. Binanın mansardında iş otaqları, konferans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. Qazaxdan sonra Ağstafaya baş tutan səfər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Yenidən qurulan Heydər Əliyev mərkəzində yaradılan şərait, milli liderin həyatının bütün dövrlərini, Ağstafaya səfərlərini əks etdirən güşələr, 320 tamaşaçı yerli açıq konsert meydanı, 400 yerli akt zalı, sərgi salonları, mərasim otaqları və studiyalar məmnunluqla qarşılanıb. Yeni mebel fabrikinin açılışı isə rayonda əhalinin məşğulluğuna töhfədir. 7 istehsal sahəsindən ibarət müəssisədə 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Yaradılacaq 4 istehsal sahəsindən ibarət daha bir fabrik barədə məlumat alan dövlət başçısı tikilinin təməlini qoyub. Müəssisədə istehsal edilən məhsulların yerli bazarlarla yanaşı xaricə ixracı da planlaşdırılır. Yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının da təməli qoyulub. 3 zavoddan ibarət olacaq müəssisədə saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2000 tonluq un rezervarları yaradılacaq. Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın 50-60 sentner təşkil edəcəyi gözlənilir. Yeni yaradılacaq taxıl dəyirmanının emal gücü saatda 5 tondur. Ağstafada sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin də açılışı olub. Yeni istehsal və emal müəssisələrinin tikilməsi Ağstafada zəruri və ardıcıl işlərin davamı kimi qiymətləndirilib. Ağstafa şəhərində musiqi mərkəzinin açılışı isə 90 müəllim və 269 şagird üçün əlamətdar olub. 3 mərtəbəli binada 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarlarla təchiz edilib. Prezident İlham Əliyev Ağstafa rayon mədəniyyət mərkəzində əsaslı təmir və yenidən qurmadan sonra yaradılan şəraitlə də tanış olub. Burada 220 yerlik müasir zal, inzibati, yardımçı və qrim otaqları, kitabxana, həmçinin kafe fəaliyyət göstərir. Gülnar Fazil qızı, Qazax, Ağstafa.